Deməli, Morgan Housel yazır ki, Pulun psixologiyası kitabında, bu daha təzədir bu kitab. Deyir ki, maşındakı kişi paradoksu var. Bu nə deməkdir? Maşındakı kişi. Deyir, insanlar gedirlər borcla, xərclə bahalı maşın alırlar və elə bilirlər ki, deməli, svetoforda dayananda, işıqforda dayananda, bahalı maşında, onu tanımayan adamlar, ona baxacaqlar və onu əzəmətli, ehtişamlı adam kimi dəyərləndirəcəklər bu bahalı maşına görə. Halbuki deyir, xəbəri yoxdur ki, insanlar maşına baxanda onu görmürlər, maşını görürlər deyir. Bahalı maşını. Cəmaatın səndən nə işi var? Ona görə insanlar bu cəhətdən çox aldadırlar özlərini. İstəyirlər ki, bahalı şeylərlə öz şəxsiyyətlərini dirçətsinlər. Amma heç də elə deyil. Sən bahalı telefon işlədirsən, bahalı maşın yəni öz xərcindən, öz cibindən artıq özünü borca xərcə salırsan ki, ayağı yorğan o görə uzatmırsan. O ilə özü assosiasiya eləyəsən. Assosiasiya məsələsi var da burada. Mən özümü bahalı maşınla assosiasiya eləyirəm ki, mən də dəyərli görünüm. Özü aldadırsan. Sabah sən borca xərcə düşəcəksən və sənin maşınına əl çalanların heç biri sənin köməyinə gəlməyəcək. Bu reallıqdır.